Almanya prezidentinin Azərbaycana səfəri Federativ Respublikada da diqqətlə izlənilir, müzakirə olunur. Bu, Avropa ölkəsinin Azərbaycanla münasibətləri, müxtəlif sahələrdə əlaqələri necə qiymətləndirilir? Bu barədə Berlindən bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədova danışacaq. Günay, buyurun, efirdəsiniz. Ceyhun, Almanya prezidenti Frank-Walter Steinmeierin Azərbaycana səfərinə Almaniyanın kütləvi informasiya vasitələrində geniş şəkildə yer verilib və Almaniya mətbuatında bu səfərin əhəmiyyəti və onun Azərbaycan ilə əlaqələrinin daha da möhkəmlənməsi məsələsi gündəmə gəlir. Bu da təbii ki, Almaniya ilə Azərbaycan arasındakı mövcud dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətini bir daha göstərir və ümumiyyətlə son illərdə iki ölkə arasında əlaqələr bir çox sahələrdə inkişaf edib və davamlı olaraq güclənir. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən ilə inkişaf etdirdiyi ölkələrdən biridir Almaniya və tarixə nəzər salsaq, Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb, elə həmin il diplomatik münasibətlər qurulub, iki ölkə arasında qarşılıqlı səfirliklər fəaliyyətə başlayıb və diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edir və bugünə nəzər saldıqda isə bu ilin deməli yanvar-fevral aylarında Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 3 dəfə artıb. Bunun əsas səbəbi isə Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olub və elə Frank-Walter Steinmeierin Rusiyadan aldıqları qaz tədarükündə qapanma yaranmağa başlayanda Azərbaycan Almaniyaya lazımi həcmdə qazla təmin etmək öhdəliyini üzərinə götürməsinə görə Bakıda təşəkkür etməyi də təsadüfi deyil. Çünki Almaniya Cənubi Qafqazda formalaşmış geosiyasi reallığı qəbul edir və Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində Azərbaycanın deməli rolu və önəmini anlayır. Belə Ceyhun, çatdıracaqlarım bu qədər. Buyurun, söz yenidən sizdə. Təşəkkür edirik Günay'a. Ətraflı məlumatları bizə Berlindən çatdırdığı